Salam, hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda Kaspinin keçirdiyi sınağın izahına baxacağıq. Dekabrın 7-si keçirilib, blok sınaq imtahanı, 11-ci sinif, 1-ci qrup. Başlayaq. Eyni kütləli X, Y, Z cisimlərinin masaya etdiyi təzyiqlər arasındakı münasibəti təyin edin. Kütlələri bərabərdirsə, deməli təzyiq qüvvələri bərabərdir. Çünki bərk cisminin təzyiq qüvvəsi elə onun ağırlıq qüvvəsi ilə təyin olunur. Onda P bərabərdir yazıram mg bölünsün S. Onda P S-lə tərs mütənasib asılı olmuş olur. Bərk cisim üçün təzyiq sahə ilə tərs mütənasib asılıdır. S, 2S və S böl 2. Ən çox sahə hansındadırsa, ən az təzyiq onda olacaq. Yəni, PY ən azı olmalıdır. Daha sonra PX gəlir. Daha sonra isə PZ gəlir. Ən çox PZ-dədir. Çünki sahə onda az olduğu üçün təzyiq çox olacaq. Z, X, Y A variantı. Bir cins qablara tökülmüş P və S mayelərinin qabın dibinə etdiyi təzyiqlərin eyni olduğunu bilərək, mayələrin sıxlıqlarının nisbətini hesablayın. Təzyiqin düsturu rho, J, H-la təyin olunur. Deyir ki, təzyiqlər bərabərdir hər ikisində. Onda birinci üçün rho, deməli, bu P qabıdır, bu da S qabı. Rho P, H P bərabər olacaq. Rho S, H S. Rho P, H P-nin yerinə 3H yazacağım. Rho S, H S-in yerinə də H yazacağım. Onu bizə şərtdə veriblər. Onda rho P bölünsün rho S bərabər olacaq. Rho S-dəki 1-ə vurulub. Yəni, nisbət olacaq 3-də 1 A variantı. Qayışlı ötürmə ilə fırlanan disklər üzərindəki 1-2-3 nöqtələrinin bucaq sürətləri arasında hansı münasibət doğrudur? Bax, bunlar konsentrik çevrələrdə eyni bir mərkəz ətrafında fırlanan disklərdir. Onlarda omeqalar bildiyimiz kimi bərabər olur. Omega 1, omega 2-yə bərabər olacaq. Həmçinin orada fiilər də bərabərdir. Tezliklər də bərabərdir. Periodlar da bərabərdir. Bir dənə sürət, təcil və yol dəyişir, fərqli olur. Radiusdan düz mütənasib asılı olur. İndi isə bura keçirəm. Bu isə qayışlı ötürmədir. Qayışlı ötürmədə sürətlər bərabər olur. Yəni V3 bərabər olur V2-yə. Omeqanı müqayisə eləmək üçün V böl R düsturuna baxırıq. Omega R-lə tərs mütənasib asılı olur. 2-nin radiusu 3-ün radiusundan çoxdur. Ona görə də 2-nin omegası daha az olacaq. Tərs mütənasib asılıdır. Omega 3 böyük olacaq omega 2-dən. Çünki R3 R2-dən kiçikdir. Belə bir cavab axtarırıq. Bu da olur B variantı. Şəkildə təsvir olunmuş hidravlik pres tarazlıqdadırsa F qüvvəsinin qiymətini hesablayın. Deməli, təzyiqlər bərabər olmalıdır. Ona görə də F1 bölünsün S1 bərabər olmalıdır. F2 bölünsün S2-yə. F1 F-dir, S1 S-dir. F2 120-dir, S2 də 4S-dir. S-lər ixtisar gedir. Geridə qalır F bərabərdir, 120 bölünsün 4. Bu da eləyəcək 30 Newton. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti mərkəzi qaçma təcili verilib. A bərabər V kvadratı bölünsün R-dir. R-i buradan tapırıq. V kvadratı bölünsün A. 5 vur 5. Təcilində qiyməti 50-dir. İxtisar aparsaq, onda 5. Daha doğrusu. Toxunan səthin sahəsini 4 dəfə artırsaq sürtünmə əmsalı. Sürtünmə əmsalı M bərabərdir. F sürtünmə bölünsün N. F sürtünmə bölünsün FT şəklində təyin olunur. Və səthin kələkötürlülük dərəcəsindən asılıdır. Sahədən asılı deyil deyə dəyişməz. Şəkildəki verilənlərdən istifadə edərək M kranı açıldıqdan sonra qaz qarışığının təzyiqi neçə P olar tapınız. Qablar kürə şəkillidir, temperatur sabitdir. T bərabər konstantdır. Onda qərarlaşmış təzyiqin düsturunu yazsaq, P1 V1 üstəgəl P2 V2 bölünsün V1 üstəgəl V2-dir. Kürə formalı olduğunu vurğuladığına görə kürənin həcm düsturunu yadımıza salırıq. 3-də 4 pi r kubu. Yəni həcm r-in kubu ilə mütənasibdir. Onda əgər burada həcm V olsa,
Burada radius 2R olduğuna görə R'in kubu ilə mütənasibdir. Yəni radius 2 dəfə artıbsa, həcm 2-nin kubu. Yəni 8 dəfə çox olacaq. Burada 8V olacaq. Aha, indi yaza bilərik. P1 P'dir. V1 8V'dir. P2 2P'dir. V2 də V'dir. Aşağıda da 8V üstə gəl V. Bu da olacaq 10/9. Üfüqi yolda hərəkət edən bir avtomobilin zamanın T anındakı sürəti 0-a bərabərdir. 0-3T aralığında avtomobil hərəkət istiqamətini neçə dəfə dəyişib? Əgər T anındakı sürəti 0-a bərabərdirsə, burada təcilin proyeksiyası mənfidir. Sürət 0 olubsa müəyyən müddət sonra deməli yavaşlayan hərəkət olub. Onda belə çıxır ki, sürətin proyeksiyası müsbət olub. Təcil mənfi olub, sürətin də proyeksiyası müsbət olub ki, hərəkət yavaşlayan olub. Yəni belə çəkirəm. Bura yazıram T. Və 0-ın da yerinə yazıram AT. AT minus AT bərabər 0 verəcək bizə, bax bura. Bunu qeyd elədik. Daha sonra təcil keçir müsbət A olur. Onda simmetrik olaraq bu qrafik belə qalxacaq. Çünki burada fiqurun sahəsi AT-dir. Yəni V də bərabər olacaq. V 0 0 üstə gəl AT odur, bizə verəcək AT. Simmetrik olaraq qayıdacaq əvvəlki sürətinə. Daha sonra isə yenə də təcil mənfi AT olub. Belə çıxır ki, yenə də bu cisim yavaşlayacaq. Bax, bura gələcək. Yenə də son sürəti 0 olacaq. Çünki AT-dən AT-ni çıxanda 0 eləyir. Və burada yazacağım 3D. Belə. Yəni ki, cisim istiqamətini heç dəyişməyib. Axı, T oxunu kəsib keçmədi. Sadəcə cisim dayanır, təzdən yenə hərəkətə başlayır. Sonra da təzdən yavaşlayır, yenə dayanır. Belə bir hadisə baş verir burada. Cismi tarazlıq vəziyyətindən çıxarandan sonra yaranan qüvvə onu əvvəlki vəziyyətinə qaytarmazsa, bu dayanıqsız tarazlıq adlanır. Əvvəlki vəziyyətinə qayıtmır çünki. Gravitasiya sabiti. J bərabərdir. F R kvadratı bölünsün M1 vurulsun M2-dir. Yəni 1 Newton vurulsun metrin kvadratı bölünsün kiloqramın kvadratıdır. Newtonu da açıram. Kiloqram vur metr böl saniyənin kvadratı kimi. Geridə qalanları yazıram. Belə ixtisarlar gedir. Qalır metrin kubu bölünsün kiloqram vur saniyənin kvadratı. Sürtünməsiz üfüqi yolda sükunətdə olan deməli V 0-0-a bərabər imiş. 2 kiloqram kütləli cismə 10 Newton qüvvənin təsiri ilə hərəkətə başlayır. Neçə saniyədən sonra cismin sürəti 40 olar? Təcili tapıram. F bölünsün M-dən. Onu bölürəm 2-yə, o da eləyir 5. Deməli, təcil 5-dir. V də bərabər V0 üstə gəl AT. V0 0-dırsa sadəcə AT qalır. A 5-dir. T-dəki axtarıram. Sürətində 40 olmağını istəyir. Buradan da T-ni tapıram. 40-ı 5-ə bölürəm. O da eləyir 8. 8 saniyədən sonra sürəti 40 olacaq. Sükunət vəziyyətindən hərəkətə başlayan cismin təcilinin zamandan asılılıq qrafiki verilir. Bu cismin T anındakı sürəti V olarsa, ki, T anındakı sürəti neçə V olar? T anındakı sürəti V-dir. Sükunətdən başlayıbsa, deməli V bərabər AT. Yəni A vurulsun T, ona V deyiblər. Daha sonra isə AT bunun sürətidir, plus. İndi bax, burada da yenə də təcili başqadır 2A-dır. Nə qədər vaxt keçir? 2T ilə T-nin arasında T qədər vaxt keçir. Yəni AT-nin üzərinə bir 2AT-ni də gəlməliyəm. Bu da eləyəcək 3AT. Belə. Yəni ki, 3AT sürət oldu. Əgər AT-yə V deyiblərsə, 3AT-yə də mən 3V deməliyəm. Liant da bərabər VT. Tezliklə period bir-birinin tərsi olduğuna görə V bölünüyordu. Ona görə dalğa uzunluğudur bu. Riyazi rəqqasın rəqs periodunun düsturu 2pi kökün altında L bölünsün J'dir. Və orada kütlə olmadığına görə, kütlədən asılılıq yoxdur, ona görə dəyişməz. Söhbət yaylı rəqqasdan getsə, yaylı rəqqasda M bölü K'dır, yəni orada kütlədən asılılıq var, amma riyazi rəqqasda yox. Avtomobil AC yolunun AB hissəsini 10 saniyəyə, BC hissəsini 5 saniyəyə gedir.
AC yolunda orta sürətini tapın. Orta sürət ümumi yolun ümumi zamana olan nisbətidir. 200 üstə gəl 400 bölünsün 10 üstə gəl 5. 600 bölünsün 15. 40 eləyəcək. Oturacağının sahəsi S olan qapalı silindrik qabdakı maye sütunun hündürlüyü 5 cm-dir. Mayenin qabın dibinə göstərdiyi təzyiqi hesablayın. Mayenin qabın dibinə göstərdiyi təzyiq ρGH-la təyin olunur. R'nu veriblər. R 10-dur. H-dakı 5 cm-i %5 götürəcəm, metrə çevirəcəm. Bu ilə bu ixtisar getsə, qalacaq 350. A variantı. Üfüqi yolda sabit bu sürətlə hərəkət edən avtomobil tormozlanaraq 150 metr gedir. Avtomobilin təcilini hesablayın. Deməli, S bərabərdir, V0-ın kvadratı bölünsün 2A yazım. A da bərabər olsun, V0-ın kvadratı bölünsün 2S. Onsuz da son sürəti 0 olacaq, çünki dayanmalıdır. 30 vur 30 bölünsün 2 vuraq 150. İxtisarımızı aparırıq. Bura 5 yazırıq. 30 ilə 5 də getsə 6 qalır. 6-nı da 2-yə böləndə eləyir 3. İdeal qazın təzyiqinin molekulların orta kinetik enerjisindən asılılıq qrafiki verilmişdir. Həmin prosesdə qazın konsentrasiyasının təzyiqdən asılılıq qrafiki hansıdır? Deməli, kinetik enerji zaman keçdikcə artırsa, bu o deməkdir ki, temperatur artıb. Çünki YK bərabər 2-də 3 KT-dir. Yəni biz Y-nin yerinə temperatur düşünə bilərik. Əgər P T-dən düz mütənasib asılıdırsa, onda P bərabərdir NKT düsturuna baxa bilərik. P T-dən düz mütənasib asılıdırsa, deməli konsentrasiya sabit qalmalıdır. K-da Boltzmann sabitidir. Konsentrasiya sabit qalsın ki, PT-dən düz mütənasib asılı olsun. Və get-gedə təzyiq gördüyünüz kimi artır. Bu qiymətindənsə bu qiyməti çoxdur. Ona görə də 1/4 hissəsini götürməliyik. Təzyiq artsın, ancaq konsentrasiya sabit qalsın. Qapalı sistemdə müxtəlif temperaturlu X, Y, Z cisimlərinin istilik ötürməsi şəkildə təsvir olunub. Buna əsasən cisimlərin temperaturları arasındakı münasibəti təyin edin. Biz bilirik ki, temperatur çoxdan aza doğru getməlidir. Yəni, isti cisimdən soyuq cismə ötürülməlidir. Əgər X-dan Z-ə gedibsə, belə çıxır ki, X-in temperaturu Z-in temperaturundan çox olub. Həmçinin X-dan Y-ə gedirsə, belə çıxır ki, X-in temperaturu Y-dan da çox olub. Y-dan Z-ə gedirsə, belə çıxır ki, Y-in temperaturu Z-dən çox olub. Yəni X, Y, Z. Bu ardıcıllıqla getməliyik. Doğru cavab A variantı. Boşluqda hansı söz olmalıdır? Molekulların orta kinetik enerjisinin ölçüsüdür. Təbii ki, söhbət temperaturdan gedir. YK bərabərdir 2-də 3 KT. Harda uyğunluq pozulmuşdur? Həcm menzurka ola bilər. Təzyiq manometr, barometrdə ola bilər. Təzyiq dinamometr ola bilməz. Dinamometr qüvvəni ölçür. Yalnız 3. X oxu üzrə hərəkət edən avtomobilin hərəkət müddətinin birinci yarısında sürəti 30, bütün hərəkət müddətində orta sürəti 50-dir. İkinci yarısındakı sürətini tapın. Əgər deyirsə ki, zaman 2 bərabər hissəyə bölünmüşdür, onda orta sürətin düsturu lap sadədir. Riyaziyyatdan ədədi orta tapırsınız, yəni toplayıb 2-yə bölürsünüz. 50 bərabərdir 30 üstə gəl V2 böl 2. 30 üstə gəl V2 bərabər olacaq 100-ə. Buradan da tapacağım V2 bərabər olacaq 70-ə. Mühərrikin gücü 200 watt çox olan digər mühərriklə əvəz edildikdə, eyni zaman ərzində görülən iş 5 dəfə artdı. Mühərrikin əvvəlki gücünü hesablayın. N bərabər A böl T-dir. Eyni zaman müddətində güc işlə düz mütənasib asılıdır. 200 watt çox olan deyir. Deməli, N2 bərabərdir. N1 üstə gəl 200. Deyir ki, görülən iş 5 dəfə artdı. Əgər iş 5 dəfə artıbsa, bu deməkdir ki, eyni zaman müddətində güc də 5 dəfə artmalıdır. Çünki düz mütənasib asılıdır. N2 bərabər 5 N1-i yaza bilərsiniz. Daha sonra bu tərəflər bərabər olduğundan bu tərəfləri də bərabərləşdirirsiniz. Yəni N1 üstə gəl 200 bərabər olur 5 N1-ə. Buradan alırıq ki, 4 N1 bərabər olacaq 200-ə, N1 də bərabər olacaq 200 böl 4, yəni ki 50.
Yüklər sistemi sürtünməsiz hərəkət edir. Sistemin təcilini hesabla. Bilirsiniz ki, hazır düsturumuz var. M2 minus M1 modulda M1 plus M2 vur J. Bu da olacaq 6 minus 4. 6 üstə gəl 4. J də 10'dur. Buradan alacağım təcil olacaq 2. Əgər bu düsturu unutmusunuzsa ağırlıqlarını qoyun. Ağırlıqlarına əsasən əvəzləyici qüvvəni tapın və sistemin kütləsinə bölün. 20 bölünsün 10. Bu da eləyir 2. Şəkildə təsvir olunduğu kimi F qüvvəsi təsir etsə də cisim sükunətdə qalır. Deməli, cismə sükunət sürtünmə qüvvəsi təsir göstərir. Aha. Doğru olan ifadələri seçin. F qüvvəsi iş görməz, düzdür. Çünki iş olmaq üçün yer dəyişmə də olmalıdır. Təkcə qüvvənin olması kifayət eləmir. Aha. Bu doğrudur. Cismə sürtünmə qüvvəsi təsir edir 100%, yoxsa niyə sükunətdə qalsın ki? Qüvvə var, dartılır, amma getmir. Sükunət sürtünmə qüvvəsi təsir edir. F qüvvəsi müsbət iş görər. F qüvvəsi iş görmür, çünki heç bir yer dəyişmə vermədi bu cismə. Doğru cavabımız olacaq 1, 2. Uyğunluğu müəyyən edin. Harmonik rəqs edən maddi nöqtənin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Rəqsin amplitudu. Rəqsin amplitudu burada göstərilir. 10 metr. Tarazlıq vəziyyətindən maksimum uzaqlaşan məsafədir. Rəqsin periyodunu 4 hissəni saymaqla göstərirsiniz. 1, 2, 3 və 4. Aha, periyodu 4-ə bərabərdir. Sürətin amplitudu qiyməti. Vm bərabər xm omega. Yaxud da Vm bərabər xm omeganın yerinə 2 pi bölü t yaza bilərsiniz. Çünki biz periyodu görürük. Vm bərabər olacaq xm 10'dur. Pi 3'dür. T'dəki 4'dür. 60 bölü 4 15 verəcək bu da bizə. Yəni bu Y variantıdır. Bu D variantıdır. 4'dəki hansı variantdadır? C variantında. Sükunət vəziyyətində olan 10 kiloqram kütləli cismə təsir edən əvəzləyici qüvvənin gedilən yoldan asılılıq qrafiki verilmişdir. Bu cismin 3 metr keçərkən sürətini hesablayın. Aha. Burada sürətini soruşur bizdən. Yaxşı. Sükunətdən başlayıbsa deməli V0 0'dır. Kütləni də verib bizə 10 kiloqram. Aha. Biz bilirik ki, F-in X-dan asılılıq qrafikində fiqurun sahəsi ilə biz görülən işi tapa bilərik. Digər tərəfdən görülən iş kinetik enerjinin dəyişməsinə bərabər olur. Başlanğıc halda sürət 0 olduğundan deməli YK 0'da 0'a bərabərdir. Yəni 1 saniyə ərzində görülən iş baxın 10 vurulsun 1 bərabər olacaq elə cismin kinetik enerjisi YK-ya. Daha sonra əvəzləyici qüvvə burada 0 olduğu üçün iş görülməyəcək. Sonra isə burada mənfi iş görüləcək. Mənfi 5'i vuracağıq. 2 ilə 3'ün arası 1, o da eləyəcək mənfi 5. Yəni ümumilikdə burada 10 joule, burada isə mənfi 5 joule iş görülmüşdür. Bunların cəmi 10 üstə gəl mənfi 5 bizə 5 verir. Ümumilikdə 5 joule iş görülmüşdür. Və görülən iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Onda yaza bilərik. MV kvadratı bölü 2 bərabərdir 5. Kütləni 10 veriblər. Sürəti biz axtarırıq. Burada V-nin kvadratı bərabər olacaq 10 bölünsün 10. O da bərabər 1. V də bərabər olacaq 1 metr bölünsün saniyə. Aha. Deməli, V-nin T-dən asılılıq qrafiki də bu şəkildə olacaq. Əvvəlcə sükunətdən başlayıb iş müsbətdirsə yeyinləşən bir hərəkət baş verir. Sonra təcil olmadığına görə bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə əvəzləyici qüvvə iş görmür, kinetik enerji də dəyişmir. Sonra isə yavaşlayan hərəkət baş verib ki, iş mənfi olub. Havada çəkisi 18 Newton olan cismi dinamometrə bağlayıb mayeyə salan zaman sıxışdırıb çıxardığı mayenin kütləsi 600 qram olarsa, bu cismin mayedə çəkisini hesablayın. Cismin sıxışdırıb çıxardığı mayenin çəkisi ona təsir edən Arximed qüvvəsinə bərabər olur. P maye. Gəlin mayenin çəkisini tapaq. 600 qram, mində 600, yəni 0,6 kiloqramdır. P maye bərabər olacaq M maye vur J. 0,6'nı vuracaq. 0,6 vurulsun 10, bu da eləyəcək 6 Newton. Deməli, cismə 6 Newton Arximed qüvvəsi təsir göstərir. F Arximed bərabər 6 Newton. Cismin mayedə çəkisi Arximed qüvvəsi qədər azalır. P0 minus F Arximed. P0 18, 18'dən 6'na çıxanda qalacaq 12 Newton. Belə.
Gün ərzində havanın temperaturu 10 Kelvin dəyişərsə, bu dəyişmə Fahrenheit şkalasına əsasən nə qədər olar? Deməli, temperaturun dəyişməsini bizə verib 10 Kelvin. Bilirik ki, Kelvin şkalasında dəyişmə Celsius şkalasında dəyişməklə üst-üstə düşür. Yəni, temperaturun dəyişməsi elə 10 dərəcə Celsius olacaq. Bəs yaxşı, Celsius şkalasındakı dəyişmə ilə Fahrenheit şkalasındakı dəyişmə arasında hansı münasibət doğrudur? Məlumdur ki, Celsius bölünsün 100 bərabərdir Fahrenheit minus 32 bölünsün 180-dır. İxtisar elə. Deməli, düsturumuz bu şəkildədir Celsiusdən Fahrenheitə keçmək üçün. İndi bizim T1-imiz bərabər olsa 1,8, T Fahrenheit birimiz bərabər olsa 1,8. Deməli, delta T Fahrenheit bərabər olacaq 1,8 delta T dərəcə Celsius. Aha. Onda bizdə delta T Celsius 10-dursa 1,8-i 10-a vuracam, 18 eləyəcək. Yəni Fahrenheit şkalasında bu 18 uyğun gəlir. Deməli, sükunət vəziyyətindən başlayıbsa V0 0-dır. 10 kiloqram kütləli cismə təsir edən əvəzləyici qüvvənin gedilən yoldan asılılıq qrafiki verilir. Bu cismin təcilini gedilən yoldan asılılıq qrafikini qurmalıyıq. Təcilinin modulunun yoxsa proyeksiyasının demir. Ona görə mən də proyeksiyanı quracam, çünki qüvvənin proyeksiyasını veriblər. Aha, deməli, A bərabərdir F əvəzləyici bölünsün M-dir. Onu böləcəm 10-a, bu da eləyəcək 1. Deməli, təcil əvvəlcə 1-də sabit olacaq. 1 metr yer dəyişmədən də. Daha sonra ümumiyyətlə 0 olacaq. Çünki burada əvəzləyici qüvvə 0-a bərabərdir. Sonra isə 5-i böləcəm 10-a, bu da eləyəcək 0,5. Və sabit mənfi 0,5. Aha. Bu cismin 0,5 metr məsafədəki təcilini hesablayın. Aha, buralarda bir yerlərdə təcili istəyir. Onsuz da təcil sabitdir də. Bərabər təcillə hərəkətdir. Çünki qüvvə sabitdir. Ona görə təcil də elə orada 1-ə bərabər olacaq. Bu cismin 3 metr keçərkən sürətini hesablayın. Aha, burada sürətini istəyir. Deməli, biz bilirik ki, görülən iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Və biz F-in X-dan asılılıq qrafikində görülən işi tapa bilərik. Burada bu fiqurun sahəsi bizə 10 vurulsun 1, 10 verəcək. Burada ümumiyyətlə əvəzləyici qüvvə olmadığı üçün əvəzləyici qüvvənin işi də 0 olacaq. Burada isə 2 ilə 3-ün arasında 1 metr yer dəyişmə olub və qüvvənin də proyeksiyası mənfi 5-dir. Ona görə də iş də olacaq mənfi 5 vur 1, o da eləyəcək mənfi 5. Aha, ümumi olaraq iş 10 üstə gəl mənfi 5. 5 joule eləyir. İşdə kinetik enerjinin dəyişməsidir. Yaza bilərəm. A bərabərdir delta Y kinetik M V kvadratı bölü 2. Çünki sükunətdən başlayıb V0 0-dır. Bu da bərabər olacaq 5-ə. Cismin kütləsi 10-dur. V kvadratı bölü 2 bərabər 5. Buradan da sürət alacam 1 metr böl saniyə.